72 min insan qeydiyyatdan keçərək COP29-da Bakıya axın edəcək. Daşınmanın ilkin mərhələsini Dövlət Nəqliyyat Agentliyi üstlənsə də, köməkçi olaraq ilk rəsmi müraciət edilən Qafqazın ən böyük nəqliyyat şirkəti AFN Transportdur. Bugün burada 8 segment üzrə 100-dən çox nəqliyyat xidmətini təqdim edən AFN Transport Azərbaycan adına öz əvəzsiz daşınma xidmətlərini həyata keçirdir. Travegolar, neoplanlar, sedanlar və SUV-lar olmaqla və Mercedes avtobusları. Mercedes Vianolar, Mercedes Sprinterlər və biznes klasslar. Bir söz ilə bir və ya daha çox tədbiri keçirmək üçün lazım olan bütün nəqliyyat vasitələrinin hamısı AFN Transportda.